Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Daha bir şənbə söhbətlərində xoş gördük sizi əziz dinləyicilərim. Bugün biz Yazı Masası rubrikasında gənc şairimiz Kamal Hüseynzadə ilə görüşəcəyik. Yazı Masası. Kamal müəllim bizim studiyada qonağımızdır. Xoş gəlmisiniz Kamal müəllim. Xoş gününüz olsun. Təşəkkür edirəm dəvətinizə görə. Mən bilirəm ki, Kamal Hüseynzadə yaşının az olmasına baxmayaraq, gənc şair olmasına baxmayaraq çox sevilən bir şairdir və bir çox tanınmış şairlərin, tanınmış ədəbiyyat xadimlərinin sözlərinə görə çox sevilən, çox özünə məxsus olan, təbii olan bir şairlərdən biri sayılır. İlqar Fəhminin bir sözü qarşıma çıxdı, onu istəyərdim qeyd edeyim. O deyir ki, yaşı 30-u keçən Kamal artıq 15 ildən çoxdur ki, əruz poeziyasına məşğul olur və bu müddət ərzində səbrlə, səylə və böyük həvəslə klassik əruzun bütün qayda qanunlarını öyrənib. Və İlqar Fəhmi bir çox xoş sözlər deyir, deməli Kamal müəllim haqqında və onun bir şeirindən məni də çox maraqlandırdı. Misal gətirir ki, bir nümunə gətirir. Kamal Hüseynzadə yazır: Gəl bir nağıl icad eləyək, qüssə çəkincə, xasiyyətimiz əksini tapsın bu nağılda. Sən Leyli təkincə, mən Məcnun ağılda. Gəl bir nağıl icad eləyək, həsrət adında. Mən yerdə gəzim, sən süzəsən mavi səmada. Sən Quqan adında, mən pay piyada. Gəl bir nağıl icad eləyək, şaxtalı qışdan, bəhs eləyək həm də payızın mənzərəsindən. Sən güclü yağışdan, mən qar dənəsindən. Gəl bir nağıl icad eləyək ki, məsəl olsun. Çünki adı dillərdə gəzənlər ola bilməz. Səndən gözəl olsun, məndən qara dinməz. Yazı Masası. Maraqlı şeirləriniz var, çox maraqlı üslubunuz var. Mən də araşdırarkən, sizin haqqınızda araşdırmalar apararkən çox gözəl şeir nümunələrinə rast gəldim. Hansı şeirlər ki, insanla söhbət eləyir və insanın daxili aləmindən cavab verir. Adətən bizim Yazı Masası rubrikasının ilk ənənəvi sualı var. Mən bunu bütün şairlərə şamil edirəm. Yazı masanızda nə var? Hal-hazırda nə üzərində çalışırsınız, nə işləyirsiniz? Yoxsa elə təb gəlir, yazırsınız, elə bir qayda qanun yoxdur sizin üçün. Mən çox istərdim bu yaradıcı mühitiniz haqqında danışasınız. Buyurun. Təbsiz onsuz da şeir olmur, təbii gözləyirik gəlsin. Amma təbii gələndə də məsələn oturub bir yerdə yazmıram, oturub yazsam o yaza-yaza elə bir qayda yoxdur uzaqlaşıb gedər. Hə. Onu beynimdə hazırlayıram. Çox vaxt gəzə-gəzə yazıram və yaxud hardasa olanda beynimdə yazıram. Hal-hazırda iki şeirin üstündə paralel işləyirəm. Yəni təb gəlir, görürəm ki, bu şeirin halına uyğundur, onu yazıram. Gəlir görürəm bu biridir, bunu yazıram. Bilirəm ki, şeirlər insana bir nəfəsi olaraq gəlir, bir vəhdə gəlir, amma siz yəni özünüzə qarşı bu qədər tələbkarsınız. Hə, süzgəc yarananda insanın beynində bir qədər o bir dəfəyə gətirəndə şeir gələ-gələ də çox sorğulayır. Ona görə əksər şeirlər bir dəfəyə gəlmir. Məsələn, yeniyetmə vaxtında, gənc vaxtında bir dəfəyə gələn şeirlər də olur. Sizdə də elə bir hiss olubmu? Məsələn, şeiri yazırsınız, deyirsiniz ki, mən bunu dəyişdirməyəcəm, bu şedevrdir, çox gözəldir. Yəqin ki, çox daha erkən, gənc yaşlarında bu olub sizdə. Heç vaxt olmayıb. Olmayıb. Həmişə öz üzərinizdə fikirləşmisiniz ki, yox mu? Həmişə fikirləşmişəm ki, bu görəsən necədir? Kiməsə oxumusunuz, fikirlər almısınız belə? Həmişə ustadların gedib məclisdə iştirak eləmişəm, şeiri demişəm və o şeiri orada deməmiş, orada düzəlişlər eləməmiş, ortalığa çıxarmamışam. Bəli, ictimaiyyətə çıxartmamışsınız. Və bəzi hallarda deyirlər ki, bu şeirin ab-ı havasını korlayır, səmimiliyini. Amma yanlışdır. Çünki şeirin qanunları və düzgünlüyü və təcrübəli insanların duyumu, onlar da o aləmə gedib gəlirlər, axı oranın sözünü tanıyırlar. O duyum müəyyən tənqidlər eləyir və nail olur ona ki, bizim qəlbimizin əsl sözünü gətirək şeirə. Çünki bəzi hallarda şeir belə gəlir ki, qəlbdən gəlir, bu üst şuurda, necə deyərlər, redaktə olunur, çıxır. Bəzən qəlbin halına biz sözdən düzgün geyim geyindirmirik. Tənbəllikdən olur, təcrübəsizlikdən olur.
Amma o tənqid olunanda, rəy bildiriləndə və şeirin qayda-qanununa uyğunlaşdırılanda adamın ürəyi də boşalır. Bəli. Sonra görsən ki, mənim qəlbim istəyən elə bu imiş ki. Başa düşürəm. Sizin mövzularınız çox maraqlıdır. Hədsiz maraqlı gəlir mənə bir oxucu kimi. Adi məsələləri və ruh məsələləri elə bir qarışdırılmış bir sintez olur şeirlərdə. Adi insan həyatı, insan yaşantıları, insan kədəri, insanın qəmi, insanın bu ailə məişət problemləri hətta gəlir orada kədərlə birlikdə birləşir. Məsələn, sizin çox məşhur bir şeiriniz var. Mən ilk olaraq sizi bu şeirlə tanımışam deyə istərdim bu şeiri ifa edim dinləyicilərimiz üçün. Yazdığın məktubu aldım gözəlim. Titrədi məktubunu tutmuş əlim. Soruşursan, nə var o bağda gəlim? Nə deyim? Şanısı var, ənciri var. Bir də bu bağda saralmış biri var. Darıxır. Buranı görməmsən, pisləmə gəl. Görməmişlər kimi kin bəsləmə gəl. Öz bağın bir, qapıdan səsləmə gəl. Keç evə, qorxma itin zənciri var. Bir də zəncirləri qırmış biri var. Darıxır. Yellədir pərdəni yüngül gilavar. Bacası azca əzilmiş samavar. Göndərir göy xəzərə əyri buxar. Divarın xəzri tərəfdə kiri var. Bir də burada ürəyi saf biri var. Darıxır. Gecə gəl, gör buranın mənzərəsin. Xəzri çırpır qapısın, pəncərəsin. Yapışıb bir yana dartır hərəsin. Elə bil meynələrin təqsiri var. Bir də ondan daha çılğın biri var. Darıxır. Gəl xitam ver bu bağın matəminə. Yol da burdan gedir eşq aləminə. Orada kimdir batan eşqin qəminə? Ora dünya qəminin təsiri var. Burada dünyadan əl üzmüş biri var. Darıxır. Bu ayrılıq qoymadı göz gülə. Qara saçlar yerin verdi ağ telə. Xatirələr qəlbi sızladır hələ. Səndən sonra sevə bilmir bu ürək. Gözləməkdən saralıb gözlərim. Qaldı sənə deyiləsi sözlərim. Taleyimə həkk olunub izlərin. Səndən sonra sevə bilmir bu ürək. Dincliyini sən kiməllə tapardın. Nəyim vardı sən özünlə apardın. Ürəyimin tellərini qopardın. Səndən sonra sevə bilmir bu ürək. Sən ki yoxsan həyat zülmət görünür. Yerdə göydə bu zülmətə bürünür. Nə olsun ki dayanmayıb döyünür. Səndən sonra sevə bilmir bu ürək. Sənsizlikdə danışmıram, gülmürəm. Kədərimi bir kimsə ilə bölmürəm. Bu nəsirdir heç özüm də bilmirəm. Səndən sonra sevə bilmir bu ürək. Kipriklərim gecə gündüz yaş olur. Bahar çağın payız olur, qış olur. Sənsizliyim ürəyimə daş olur. Səndən sonra sevə bilmir bu ürək. Dincliyini sən kiməllə tapardın. Nəyim vardı sən özünlə apardın. Ürəyimin tellərini qopardın. Səndən sonra sevə bilmir bu ürək. Sən ki yoxsan həyat zülmət görünür. Yerdə göydə bu zülmətə bürünür. Nə olsun ki dayanmayıb döyünür. Səndən sonra sevə bilmir bu ürək.
yazı masası. İstərdim ki, bax sizin özünüzün də ürəyinizdən keçən bir-iki şeir nümunəsi burada dinləyək. Gündəmdə dəniz, isti və sair və ilaxır. Yay qayğıları bol, həyat ağır. Qəlbimdə noyabr. Dərdim də bilinmir ki, ağıldı, yaraşıqdı, həsrətdi, sudu, qazdı, işıqdı, fikrim qarışıqdı. Mətbəxdə ağ əllərlə sığallanmalı qablar, dəhliz boyu kəm-köhnə kitablar, qəlbimdə əzablar. Baş dərddə, ürək səksəkədə, göz telefonda, çay dəmdə şəfəq türküsü fonda, fikrim yenə onda. Dünyaya yumulmuş gözümə mürgü qonaqdı, amma yuxum illərdir qaçaqdı, qəlbim də oyaqdı. Artıq yayılır qəmli müəzzin səsi kəndə, dildə dönürəm Rəbbimə mən də, fikrimdə səb bəndə. Tut yarpağını, gəzdirir eyvanda xəfif meh, sakitcə öpür pəncərəni şeh, qəlbimdə isə Çox gözəldir. Təşəkkür edirəm. Və Kamal müəllim, yəqin ki, şeir kitablarınız var, neçə kitabınız var, bu kitablar necə oxunur? Başlamamışdan bu söhbətə deyim ki, sizin kitabınız heç yerdə tapa bilmədi. Hətta özünüz də dediniz ki, kitablar satılıb, yoxdur və bu məni çox sevindirdi. Çünki çox sevilən bir şairsiz, oxunan bir şairsiz və bilirəm ki, gələcəkdə bu daha çox belə sizin yaradıcılığınızda özünü göstərəcək. İstərdim bax kitablarınız haqqında danışaq. Ən sevimli kitabınız, ən uğurlu kitabınız. Buyurun. Bir kitabım var. İkinci kitab haqqında düşünürsüz? İkinci kitab haqqında hələ bu tezliklə yox. Yəqin ki, indi boş vaxtı az olur. İndi siz də şairsiz bilirsiniz ki, biz bir məsələn 3-4 saat tək olmalıyıq ki, sonra onun bir yarım saatı təbimiz özümüzlə olsun. İndi bir qədər şərait yoxdur. Yəqin kitabın adı Darıxırdı. Bəli. Sizə təşəkkür edirəm və müsahibə üçün və sizə yaradıcılıq uğurları arzulayıram bu yolda. Çox gözəl bir yoldur şeir aləmi və mən bilirəm ki, siz gələcəyin çox gözəl tanınmış və çoxlu kitabları olan və oxunan şairlərdən biri olacaqsınız. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun dəyər verib dəvət etdiyinizə görə. Daha bir Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişimizin sonuna gəldik. Qeyd edək ki, bu dəfə yazı masası rubrikamızın qonağı Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin Poeziya klubunun rəhbəri, prezident təqaüdçüsü Kamal Hüseynzadə idi. Çox sağ olun, ədəbiyyatla qalın. Verilişi sizin üçün hazırladılar. Müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Bu eşki heç nəyə benzetme gülüm, o göyerçin olup göylere uçtu. Ah sen idin diyen bu sözü ayırmaz bir kimse bizi. Ne oldu, ah ne oldu, ah göyerçinin. Bilirdik bu eşkin ahırı yoktu. Sen gittin kalbimin telleri koptu. Ah sen idin diyen gitmerem, seni hiç vaxt incitmerem. Ne oldu, bes ne oldu, ah göyerçidin. Eşqə düşmək bir əzam, həyat sənsiz üstünə. Bu sevgimiz bağlı kitab heç oldu, getdi. Düşünürəm səni hər an, qalmışam səndən nigaran.
Bu sevgimiz gamli roman yarımcık bitti. Eşqə düşmək bir əzab, həyat sənsiz istirab. Bu sevgimiz bağlı kitab heç oldu, getdi. Düşünürəm səni hər an, qalmışam səndən nigaran. Bu sevgimiz qəmli roman yarımçıq